Kəsə salamlar. Yeni məktubla sualım var rubrikasına davam edirik. Bugünkü məktubumuz bayağı uzundur, bu qədər, yəni A4-dür, amma yetərincə strukturlaşmış, gözəl formada yazılıb. Ona görə ə, yəni başdan sona oxuyacağam. Salam Aygün xanım. Çox sağ olun ki, belə təşəbbüs həyata keçirmisiniz və davamlı videolar, reelslər çəkib bizə fayda verirsiniz. Mən sizin danışdıqlarınızdan doğrudan fayda tapıram. Təşəkkür edirəm daimi məşğul olub zəhmətiniz üçün. Siz də sağ olun. Dəyər verdiyiniz üçün. Mən 2 ildir evliyəm. 24 yaşım var. Yoldaşımın da. Bizim hələ ki uşağımız yoxdur. Mənim karyeramda çatmaq istədiyim məqsədim və yoldaşımın əsgərliklə getmə durumu olduğu üçün ən azı 1 ildə planlarımızda yoxdur. Bu müddət ərzində ətrafdan, qohumlardan müəyyən təzyiqlər olub. Onlar istəyir ki, uşağımız tez olsun. Bizim səbəbimiz tutarlı olduğu üçün hələ ki bizi başa düşürlər. Yəqin ki, gələn ildən artıq təzyiqlər artacaq, daha ciddi olacaq. Verdiyimiz səbəbin müddəti dolur deyə. Onları da başa düşürəm. Bu ayrı məsələ, amma canım sizə nə desin anamdan. Anamın 3 qızı var. Mən ən böyüyəm. Evlilikdən sonra köçmüşəm. Evdə 2 bacım və atam olur. Bacım, bəzən hər ikisi, anamı çox incidir. Mənəvi olaraq. Elə atamı da. Bacım kənardan çox gözəl, ağıllı, müvəffəqiyyətli birisi kimi görsənir. Hamı anama xoşbəxtlik verir. Gəlin görün ki, o valideynləri ilə yola getmir və onları çox incidir. Anam son zamanlar mənə həmişə deyir. Bu ən yaxşı vaxtlarındır. Uşaq olandan sonra belə rahat olmayacaqsan. 40 dəfə fikirləş. İnsan həmişə deyir, mənimlə baş verməz, amma uşaq yaxşı çıxmaya bilər. Hətta bu daha çox ehtimaldır. Çox peşman ola bilərsən. Demək ki, mən fərqli böyüdəcəm. Atadan anadan asılı deyil. Biz sizin hər birinizi eyni böyütmüşük, amma niyə bacın belə oldu? Gedin gəzin yoldaşınla, həyatın dadını çıxardın. İndi uşaq yenə istəsən 2 yox 1 dənə olsun. Uşaq sənə rahat gəlməsin. Əvvəl fiziki əziyyət olur, böyüyəndə çox daha çətinləşir. Səni saymır, qulaq asmır, başa düşmür. Eyni zamanda başqa bir yaxın xanım da uşaq istəmir. O fikirləşir ki, uşağın olmağı egoistlikdir. Biz onun istəyi olmadan onu dünyaya gətiririk. Bu dünya ona həm əziyyət çəkəcək, həm də valideynləri. Bu dünyada həm uşaq əziyyət çəkir, həm valideynləri. Keçək özümə. Mən hal-hazırda xoşbəxtəm. Mənə elə gəlmir ki, uşaqsız adam xoşbəxt ola bilməz və ya mütləq olmalıdır. Amma olmağına da narazı deyiləm. Hətta uşaqlıqdan bəri və indi də uşağım olsun istəmişəm. Ürəyimdə ona qarşı sevgi, istək var. Yoldaşımı da sevirəm və bir pişiyimiz var və uşaq mənim üçün ailəmizin genişləndirmək, daha da çox sevgi deməkdir. Əlbəttə çətinliklər də olacaq, indi də olur. Amma onları aşanda nəticəsi insana xoş gəlir. Düşünürəm ki, uşaq ilə mən və yoldaşım yetərincə məşğul olsaq, o yaxşı bir övlad olacaq və biz onun varlığı ilə ailəmiz daha çox xoşbəxt olacaq. Mən artıq 1-2 il sonraya düşünürəm deyə bu fərqli fikirlər ağlımda dönür. Hər dəfə uşağım olmağından, gələcəkdən söz düşəndə anamın belə deməyi, onun öz uşaqlarından görmədiyi hörmət, sevgi, anlayış və indiki depressiv halını məni düşündürür. Bu arada atam da peşmandır ki, uşaqları olub. Onlar bunu özlərinə etiraf edirlər. Aygün xanım, məsləhət bilsəniz bu barədə fikirlərinizi bölüşərsiniz, mənim üçün dəyərlidir. Vaxt ayırdığınız üçün təşəkkürlər. Uşaqlar mövzusu dəhşət çətin mövzudur və mən indi çalışacağam həm bacınızın, həm valideynlərinizi nəzərə alaraq fikirlərimi paylaşım. Mən inanıram ki, hər uşaq ailəyə çox fərqli tərzdə gəlir. Yəni fərqli öz fitrəti ilə, öz şəxsiyyəti ilə, öz psixoloji və sinir sistemi ilə gəlir. Fərqli oluruq. Bu məncə yalan bir anlayışdır ki, biz hər birinizi eyni böyütmüşük. Ola bilər ki, eyni böyütmüşük, amma adətən hər 3 uşağın fərqli valideyni olur. Çünki biz dönüşürük. İlk uşaqda biz tamam başqa oluruq. İkincisində, üçüncüsündə lap başqa birisi oluruq. Dönüşürük. Amma
Lap nəzərdə tutsaq ki, biz hər birimizi eyni böyütmüşük, amma bacın niyə belə oldu? Uşaq yaxşı çıxmaya bilər. Baxın, bəlkə də bizim etdiyimiz yanlışlıq elə burdadır ki, biz nədənsə 3 fərqli individuala eyni ə, yanaşmanı tətbiq eləməyə çalışırıq. Özəlliklə də bizim dövrün valideynləri əlbəttə ki, psixologiyadan heç bir başları çıxmayıblar. Yəni bizim qədər məlumatları olmayıb və bildiyi tərzdə, yəni bildiyi bir tərz var və onu bir növ copy paste hər bir uşağa tətbiq eləməyə çalışırlar. Və məsələn, birinci uşaqla alınırsa özəlliklə bu və o uşaq yaxşı çıxdısa, yaxşı uşaq da nədir? Bir növ bizim gözləntilərimizə uyğun birisi. Bizim alış özümüzün yaşadığımıza, yaşadığımız tərzə necə alışmışıqsa, o uşaq da ona direkt olaraq uyğunlaşırsa, heç bir problem çıxartmırsa, problem də nəyə adlandırırıq, o da maraqlıdır. Onda o bir uşaq bizə yaxşı birisi kimi gəlir. Yəni səsini çıxartmır. Amma mən inanıram ki, məncə hər ailədə bu var. Bir uşaq ən azından həmişə fərqli olur. Və o fərqlilik pis bir şey deyil. Sadəcə biz valideyn olaraq bəlli bir tərzdəyik və biz öz quruluşumuzu, daxili quruluşumuzu, varlığımızı düzgün bir şey sayırıq. Ona görə o uşağın fərqliliyi bizə qeyri-düzgün bir şey kimi gəlir. Və onun fərqliliyi bizə problematik bir şey kimi, yanlış bir şey kimi gəlir. Və o uşağa o yanlışlığını, fərqliliyini göstərdiyi andan pissən damğası vurulur. Burada o uşaq yaxşı çıxmaya bilər. Bilirsiz, əgər psixoloji olaraq insan dünyaya psixopat kimi gəlmirsə, qalan hamısı çıxmaya bilər. Yəni necə axı öz-özünə uşaq formalaşmır. Mən demirəm valideynləriniz günahdır. Mən özüm də valideynəm. Mən heç bir valideyni günahlandıra bilmərəm. Amma analiz etməyə çalışıram. Deyir ki, burada çox gözəl bir cümlə var ki, böyüyəndə fiziki çətin olur. Haqlıdırlar, valideyn olmaq çətindir. Mən də bunu həmişə deyirəm. Amma deyir, böyüyəndə çox daha çətinləşir. Səni saymır, qulaq asmır və başa düşmür. Bilirsiniz, mən düşünürəm ki, bəlkə də bunu sizin bacınız haqda da demək olar ki, sizin valideynləriniz onu saymır, ona qulaq asmır və onu başa düşmür. Özəlliklə o valideynlər, hansı ki hissləri ilə kontaktda deyil, daha çox soyuqdular. O ailəyə daha emosional bir uşaq daxil olanda valideynə buna tab gətirmək dəhşət çətin olur. Emosional olaraq qaldıra bilmir bunu. Və o uşaq onu incidən gəlir. Uşaq öz istəkləri ilə, tələbləri ilə, gözləntiləri ilə, adətən emosional tələbləri ilə valideyni yorur. Və valideyn artıq uşağa da qarşı durmaya keçir. Düşmənçiliyə keçir. Unudur ki, o onun uşağıdır və onu anlamaq lazımdır, qulaq asmaq lazımdır, eşitmək lazımdır, saymaq lazımdır. Əksinə valideyn deyir ki, bu bizə yaddır, bu bizə düşməndir, bu bizim evə düşmən gəldi, bu bizim evə bizi məhv eləməyə, mənim həyatımı məhv eləməyə gəlmək üçün bir varlıqdır. İndi baxın, mən ahkam kəsmirəm, mən bilmirəm sizin ailədə nə baş verir. Təxmin etməyə çalışıram. Çünki inanmıram pis adam, pis evlada. Çünki hər birimizin içində o pis də var, yaxşı da var. Sadəcə özüm də həm övlad olmuşam, həm anayam deyə hər iki tərəfdən biraz baxa bilirəm. Biz valideynimizə onun alışdığı tərzdə uyğun olmayanda pis damğası yeyirik əvvəldən. Və sonra biz elə bil ki, o uşağa alışa bilmirik. Özümüz o uşağa alışa bilmirik ki, bu bizim uşaqdır, bir bunu anlayım, görüm bu nədir bunun. Elə hey şikayət edirik həm özümüzə, həm başqalarımıza ki, bu uşaq niyə belə çıxdı? Bu uşaq niyə belə çıxdı? Bu konkret olaraq mən onu deyir ki, sizin valideynləriniz anlamağa belə başlamayıb sizin bacınızı. Və ola bilər ki, bu anlayışı görməyəndə daha da çox cinlənir, daha da çox aqressivləşir sizin bacınız. Çünki eşidilmir, görülmür.
fərqliliyi, onun şəxsiyyəti fərqlidir deyə pis bir şey kimi sayılır. O da buna inanmağa başlayır ki, o pis birisidir. Ya da özünü günahkar eləyir dünyaya gəldiyinə görə. Bu valideynlərini incitdiyi bir övlad olmaq necə çətin bir şeydir. Özünə nifrəti oyanır. Özünə nifrəti oyandıqca valideynlərlə qarşı aqressiyalanır. Onlardan acıq çıxmağa çalışır. Yəni burada bütün bu prosesləri araşdırıb anlamaq lazımdır. Siz də deyirsiniz məsəl üçün, mən ondan yetərincə yaxşı olsam, o yaxşı bir övlad olacaq. Özünüzə sual verin, nə nəzərdə tutursunuz yaxşı övlad deyəndə? Bilirsiniz, mən inanıram ki, bizim həyatımıza fərqli övlad gələndə, hansı ki bizim alışdığımız kimi bir şey deyil, bizdən fərqli bir övlad gələndə, o valideynin şansıdır. Məsəl üçün mənim böyük oğlum da, ikincisi qızdır, oğlum da fərqli birisi idi və mənə də çətin idi ondan, özəlliklə 7-8 yaşlarından sonra. Çünki mən alışıq deyildim özümdən fərqli bir şeyə. Amma indi bunları anlayıram deyə mən də başa düşürəm ki, mənim uşağımla problem yox idi, problem məndə idi. Mən başa düşmürdüm o uşaqla necə yola getmək lazımdır. Mən başa düşmürdüm individuallıq nədir, fərqlilik nədir, fərdilik nədir, uşağa hörmət nədir, uşaqla məsafə qorumaq nədir. Mən bunları başa düşmürdüm. Və mən inanıram ki, səmimi olaraq sizin də valideyniniz bunu başa düşmür. Və onların gözləntilərinə uyğun olmayan bir övlad gəlib və biz tanımadığımız bir şeydən qorxuruq, onu pis deyə adlandırırıq. Onu anlamağa çalışsa, bəlkə də sizin valideyniniz çox gözəl münasibət qurar bacınızla. Ya da bacılarınızla bəlkə sülh yarana bilər. Amma valideynlər əksinə bunu bir şans kimi görə bilmir. Çünki çox incinirlər. Bəli, uşaq söz qaytaranda, kobud olanda, dəyərsiz davrananda valideyninə bu çox kədərləndirir, çox hirsləndirir. İnsan həqiqətən uşağını bir düşmən kimi görməyə başlayır. Amma valideynin məncə yenə də borcudur anlamaq ki, bu uşaqla nə baş verir? Niyə bu uşaq belədir? Niyə bu uşaq pisdir deyil, yanlış deyil, yaxşı çıxmaya bilər deyil. Niyə bu uşaq yaxşı çıxmadı belə deyil. Ay niyə belə şəxsi vaxtı deyil də həqiqətən səmimi olaraq anlamağa çalışmaq ki, bu uşaq doğulandan bəri nə baş verir ki, bizim münasibətimiz bu hala gəldi? Dediyim kimi biz alışıq deyilik. Bizim sanki anlayışımız yoxdur ki, bu ailədə 3 uşaq varsa, 3-ü də çox fərqlidir. Hə, ikisi bir-birinə bənzəyə bilər məsəl üçün nədirsə, amma yenə də fərqlidir. Məsələn, mən böyük bacımla biz bir-birimizə çox bənzəyirik, xasiyyətimiz də sanki, amma yenə fərqli insanlarıq. Amma emosional cəhətdən daha eyni idiyə anamıza bizlə asan da olur məsələn də. Amma sizdə də elə ola bilər ki, sizlə daha asan idi, sizin də emosional olaraq daha tələbləriniz az idi, daha soyuq idiniz, daha bağlı idiniz. Bacınız da bəlkə fərqlidir və bu fərqlilik nəzərdə tutulmayıb bizim valideynlərimizin beynində. Ona görə sizin ananız səmimi olaraq deyir ki, mən bu qədər əmək verdim ki, həqiqətən çox əmək verilir uşağa. Sonra da övlad pis çıxır. Və əlbəttə ki, deyirsən ki, bu qədər ömrünü gününü verəsən, hələ sonra da bu mənə belə davransın. Yəni sizin ananızın sizə verdiyi məsuliyyətlər əlbəttə ki, öz təcrübəsindən çıxan bir şeydir. Sizin övladınız necə olacaq, necə olmayacaq, o sadəcə valideyndən asılı bir şey deyil. Buna da inanıram. Yəni valideyn bəzən həqiqətən əlindən gələni eləyə bilər, amma uşağın dediyim kimi o sinir sistemindən asılı olaraq, psixikasından asılı olaraq yenə də çətinliklər ola bilir. Hə. Özəlliklə də ilk ərəfələrdə, ilk 6-7 ildə əgər valideyn laqeyd olubsa, başa düşməyibsə prosesləri, bilmədən, anlamadan səhvlər edibsə, o uşağı ilə soyuqluq olubsa, bağ qura bilməyibsə, onda sonralar daha çətin olur nəyisə qurmaq, amma yenə də mümkündür. Yəni sizin uşağınız necə olacaq, bu həm uşaqdan asılı, həm sizdən asılı olan bir şeydir. Məncə bizə indi artıq valideyn olaraq boynumuza düşən odur ki, bizim əlimizdə vəsaitlər var, məlumatlar var, onları öyrənmək, anlamaq, tətbiq eləmək, uşaqlarımızı
sevərək, qoruyaraq böyütməyə çalışmaq. Biz sadəcə çalışa bilərik. İdeal ana yoxdur. Mən də hələ də çalışıram, yenə də çalışıram. Yəni öyrənirəm. İlk uşağımla bir şeylər öyrənirdim, ikincisində mənə daha asan gəlir ki, hə, çünki illər keçib, özümlə də işləyirəm, sanki daha çox şeyi daha asan tab gətirə bilirəm, çünki anlayıram prosesləri. Amma sizin valideynləriniz bunu anlamırdı və ona görə də ə, bu uşaq pisdir. Ə, etiketi yapışdırmaq təbii bir şey kimi gəlir, asan bir şey kimi gəlir. Sanki o etiketi yapışdıraraq insan özünə başa salır nə baş verdiyini. Bir də son nəzərdə yetişdirim. Belə, yəni mən deyərdim ki, özünüz üçün başa düşün, siz niyə övladı dünyaya gətirə bilmək istəyirsiniz. Vacib deyil ki, dalbadal uşaqlar dünyaya gəlsin. Məsələn, ə, məndə belə alındı və mən çox sevinirəm ki, uşaqların arasında bu qədər məsafə var. Çünki bu məsafə mənə kömək elədi özümlə işləməyə, anlamağa bəzi şeyləri və mən daha çox hazırlıqlı bir növ daxil oldum ikinci dəfə analığa. Ona görə unutmayaq ki, heç bir qayda yoxdur. İki uşaq dalbadal olsun, bir-birlərinə yaxın olarlar, bir-birlərinlə oynayarlar. O qədər uşaq var hansı ki, oynamır bir-birlərinə, qırırlar bir-birlərini. Valideyn peşman olur ki, dünyaya 2 dənə dalbadal gətirdiyinə görə. Yəni kiminsə qaydaları ilə getməyin. Özünüzü tanımağa çalışın. Məncə valideyn olmaqda nömrə 1 şeyi anlamaqdır ki, mən psixoloji olaraq, emosional olaraq neçə uşağa tab gətirə bilərəm. Əvvəlcə birini dünyaya gətirirsiniz, baxırsınız, görürsünüz, məsələn, onunla necə gedir, əgər qərara gəldinizsə gətirməyə, necə gedir o uşaqla münasibət, ondan sonra artıq qərar verə bilərsiniz. Neçə il gözləmək istəyirsiniz o birisinə qarşı, ya da o birisini istəyirsiniz ya istəmirsiniz. Mən məsəl üçün uzun zaman qətiyyən və əsla istəmirdim və əmin idim ki, 100% əmin idim ki, artıq dünyaya uşaq gətirməyəcəm, amma dönüşdüm və bu dönüşüm mənə kömək elədi və şərtlər də, həyat şərtlərim də dəyişdi. Artıq dayəm də olduğuna görə falan filan. Bütün, yəni bu faktorları nəzərə alaraq mən ikinci uşağı dünyaya gətirdim və daha fərqli bir təcrübə yaşayıram. Yəni ona görə kimsənin həyat təcrübəsini özününki kimi bilməyin, siz tamam fərqli bir şey yaşaya bilərsiniz. Çünki öz yolunuzu seçməsəniz, cəhd eləməsəniz, hər zaman belə bəlkələrlə yaşayacaqsınız. Belə bu qədər. Biz isə gələn həftə yenidən görüşəcəyik yeni məktubla. Sağ olun.